Qoç bürcü 10 iyun 2025-ci il. Bugün başqalarıyla ünsiyyət qurmaq xüsusilə asan olacaq. Ən hesablı qoçlar bundan peşəkar mövqelərini möhkəmləndirmək, nüfuzlu himayədarlar tapmaq və sərfəli sövdələşmələr bağlamaq üçün istifadə edəcəklər. Qalanları mübahisə etdikləri insanlarla görüşmək fürsətini əldən verməyəcəklər. Romantik bir hekayənin başlanğıcı mümkündür. Lakin yeni münasibətdə hər şey sizin yolunuz olmayacaq. Güzəştə getməyə hazır olub olmadığınıza qərar verməli olacaqsınız. Çölə çıxmaq üçün yaxşı vaxtdır. Onlar sizə çoxlu parlaq təəssüratlar verəcək, bateriyalarınızı doldurmağa imkan verəcəklər. Yeni layihələr, biznes təşəbbüsləri ilə məşğul ola bilərsiniz. Əsas odur ki, onlar çox riskli deyillər. Buğa bürcü 10 iyun 2025-ci il. Hər şey rəvan getməyəcək, ancaq çətinliklərin öhdəsindən uğurla gələcəksiniz. Dözümlülük və əzmkarlığa ehtiyacınız olacaq. Bəzi buğalar istənilən nəticəni əldə etmək üçün bir neçə cəhd etməli olacaqlar. Bununla belə vaxt və səy boşa getməyəcək. Bir çox vacib məsələləri irəli atmaq fürsəti yaranacaq. Günün ikinci yarısında yaxınlarınızın problemlərinin həllinə kömək etmək üçün qayğılarınıza ara verməli olacaqsınız. Bu ağır olmayacaq və aranızdakı münasibətə ən faydalı təsir göstərəcək. Əkizlər bürcü 10 iyun 2025-ci il. İstənilən vəziyyətdə sakit qala bilərsiniz. Gün uğurlu keçəcək. Bəzi əkizlər qeyri-ciddi, süründürməçilik və yaxşı fürsətləri əldən verməyə meyil olacaqlar. Öz zərifliklərinizə bağışmamalısınız. Əks halda tezliklə peşman olacaqsınız. Yaxınlarınızla münaqişələrdən qaçmağa çalışmaq vacibdir. Əgər onların zəifliklərinə, kiçik çatışmazlıqlarına dözümlü olsanız, bu çox çətinlik çəkmədən baş verəcək. Axşam romantik görüşlər və ya dostluq görüşləri üçün münasibdir. Xərçəng bürcü 10 iyun 2025-ci il. Sizi məhsuldar və uğurlu gün gözləyir. Təxirə salınması və yenidən planlaşdırılması mümkün olmayan bir çox şeyi yenidən etməli olacaqsınız. Bir çox xərçəng gözlənilməz hadisələrlə üzləşəcək və onları bir az yoldan çıxara bilər. Özünüzü bir yerə çəkə bilsəniz, lazım olan hər şeyin öhdəsindən gəlməyə vaxtınız olacaq. Çətin vəziyyətlərdə intuisiyanızın göstərişlərinə qulaq asın. Bu sizi doğru yola yönəldəcək. Gözlənilməz görüşlər ola bilər ki, bu da həmişə xoş olmayacaq. Axşam saatlarını dostlarınız və yaxınlarınızın əhatəsinə keçirin. Uzun müddət müsbət emosiyalarla yüklənəcəksiniz. Şir bürcü 10 iyun 2025-ci il. Uğurlar bütün işlərinizdə sizi müşahidə edəcək. Özünüzü yeni bir işlə sınamaq üçün əla gündür. Siz hər şeyi tez başa düşəcək və ilk yaxşı nəticələrinizi əldə edəcəksiniz. Bir çox şir bürcü qeyri-adi dərəcədə cəlbedici və xarizmatik olacaq. Hər kəs də asanlıqla düzgün təəssürat yarada biləcək. Dostlar, qohumlarla görüşmək üçün yaxşı vaxtdır. Təcrübəli insanların məsləhətlərinə və dəyərli tövsiyələrinə arxalana bilərsiniz. Qısa səyahətlər, gəzintilər, təbiəti ekskursiyalar böyük həzz gətirəcək. Qız bürcü 10 iyun 2025-ci il. Çoxlu xoş anlar gətirəcək maraqlı hadisələrlə dolu gündür. Qızların əksəriyyəti gələcək işlərində onlara faydalı olacaq bir şey öyrənə, yeni maraqlı hobbiyi əldə edə biləcəklər. İndi öz biznesini qurmaq ideyası və karyera yüksəlişi strategiyası haqqında düşünmək üçün yaxşı vaxtdır. Təcrübəli dostların məsləhətləri çox faydalı olacaq. Günün ikinci yarısında həyatınızda mühüm rol oynayacaq nüfuzlu insanlarla görüşmək mümkündür. Çox güman ki, bir çox ortaq maraqlarınız olan biri ilə romantik münasibət başlayacaq. Tərəzi bürcü 10 iyun 2025-ci il. Ən asan gün deyil, amma hər hansı ciddi problemlərdən narahat olmağa ehtiyac yoxdur. Hər şey gözlədiyiniz kimi alınmayacaq. Ən asanı çevikliyi nümayiş etdirməyi, vəziyyətə tez uyğunlaşmağı bacaran tərəzilər üçün olacaq. Kiçik maliyyə itkiləri və planlaşdırılmamış xərcləri istisna etmək olmaz. Yaxınlarınızla fikir ayrılıqlarının qarşısını almaq çətin olacaq. Vacib məsələlərə baxışlarınız hər şeydə üst-üstə düşməyəcək. Bununla belə nəzakət nümayiş etdirsəniz və mövqeyinizi sakitcə əsaslandırmağa çalışsanız qarşılıqlı razılıq əldə edə biləcəksiniz. Əqrəb bürcü 10 iyun 2025-ci il. Qərar qəbul etmək və ciddi layihələrə başlamaq üçün ən yaxşı gün deyil. Plana uyğun hərəkət etmək və özünüzü dağıtmamaq çox vacibdir. O zaman lazım olan hər şeyin öhdəsindən gələ biləcəksiniz. Əksər əqrəblər başqalarıyla fikir ayrılıqlarından qaçmaqda çətinlik çəkəcəklər. Nəyin bahasına olursa olsun öz yolunuzda israr etməyə çalışmamalısınız. Yaxşı münasibətləri saxlamaq haqlı olduğunuzu sübut etməkdən daha vacibdir. Emosiyaların şiddətli ifadələrindən və səfih hərəkətlərindən çəkinin. Axşama doğru ehtiraslar səngiyəcək. Siz sakitləşəcək və yaxınlarınız sizi nə ilə sevindirməyə çalışacaqlar. Ox atan bürcü 10 iyun 2025-ci il. Vaxtınızı boş yerə sərf etməsəniz çox şey yaxşı olacaq. Uğurlar səhər tezdən planlı fəaliyyətə başlayan ox atanların tərəfində olacaq. Şərait sizin xeyrinizə işləməyə başlayacaq. Hətta ümidsiz görünən məsələləri belə həll etmək imkanınız olacaq. Hər şeyin öhdəsindən gəlmək lazım deyil. Etibarlı müttəfiqlər tez köməyinizə gələcəklər. Əvvəllər tez-tez mübahisə etdiyiniz insanlarla münasibətləri yaxşılaşdırmaq üçün əlverişli zamandır. Bütün ziddətləri asanlaşdırmaq, ümumi dil tapmaq, köhnə inciklikləri unutmaq mümkün olacaq.
Oğlaq bürcü 10 iyun 2025-ci il. Heç yerə tələsməsəniz, gün yaxşı keçəcək. Hər addımı diqqətlə düşünün. Bu gün tələsik qərarlar və impulsiv hərəkətlər zamanı deyil. Bir çox oğlaqlar ünsiyyət tərzinə fikir verməlidirlər. Çox sərt və qətiyyətli olmaq sizə çox zərər verə bilər. Başqalarının fikirlərinizə təsir etməsinə imkan verməyin. Çətin anlarda kömək üçün başqalarının məsləhətlərinə güvənməkdənsə intuisiyanıza müraciət etmək daha yaxşıdır. Xırda məsələlərdə fikir ayrılıqlarının qarşısını almaq üçün yaxınlarınıza qayğıkeş münasibət göstərmək vacibdir. Dolça bürcü 10 iyun 2025-ci il. Hər şey rəvan getməyəcək, amma çox şey sizdən asılı olacaq. Bir çox dolçalar diqqəti vacib məsələlərə cəmləməkdə çətinlik çəkəcəklər. Yaxınlarınızla mübahisə etməmək üçün özünüzü idarə etməyə çalışmalısınız. Uzun vaxt aparacaq və münasibətləri bərpa etmək çətin olacaq. Kiçik uğursuzluqlar, avadanlıqların sıradan çıxması və gözlənilməz xərclər ehtimalı var. Hər şey ürəkdən qəbul etməyin. Unutmayın ki, bütün problemlər müvəqqətidir. Sevdiyiniz insan hər şeyin öhdəsindən gəlməyə kömək edəcək. Sizə dəstək olacaq və sizi nə iləsə sevindirməyə çalışacaq. Balıqlar bürcü 10 iyun 2025-ci il. Xüsusilə fiziki səy tələb edirsə, çətin işlərlə məşğul olmamalısınız. İstirahət və bərpa üçün yaxşı gündür. Hobbi ilə məşğul olmaq üçün vaxt ayırın. Yaxşı yuxu almağa çalışın və bateriyalarınızı uzun müddət doldurmağa imkan verəcək. Yaxınlarınızla mübahisələr, fikir ayrılıqları mümkündür. Əgər onların zəif cəhətlərinə dözümlü olsanız, inadkar olmasanız və ünsiyyətinizdə nəzakətli olsanız bundan qaça bilərsiniz. Ciddi məsələləri, xüsusən də pulla bağlı məsələləri müzakirə etməyə ehtiyac yoxdur. Çətin ki, kompromis tapılsın.